Hamıya salam. Bugün sizə air free-də kartoşka və toyuq qızartmasını göstərmək istəyirəm. Deməli, mən уже qoymuşam bura pişməyə. Deməli, toyuğu belə yuyuram, doğrayıram hissələrə. Üstünə mayonez, sarı kök, duz, istiot, biber, yəni zövqə görə hansı ədviyyatlar istəyirsiniz ata bilərsiniz. Yəni belə qarışdırıb düzürəm bu air free-in qabına. Üstünə bir xörək qaşığı bitki yağı tökürəm və qoyuram air free-yə. Burada öz dərəcəsini göstərir. Air free-miz söndü. Baxaq görək toyuqlarımız necə pişib. Bəh. Parda çıxdı. Qıpqırmızı qızarıb. İndi mən bunları çevirəcəm. Çünki alt tərəfi o qədər də qızarmır. Sonra üstünə kartuşkalarımı qoyub təzədən 1-15 dəqiqə pişirəcəm. Toyuqlarımızı götürdüm. İndi bura kartuşkaları doğrayıb qoymuşam. Yenəcə üstünə bir xörək qaşığı bitki yağı töküb və qoyuram bişməyə. Burada özü dərəcəni verir. 200 dərəcə, 200 dərəcə 20 dəqiqə. Amma mən istəyirəm o dərəcəni biraz aşağı salım. 180 eləyim ki, kartuşka yanmasın. Və belə başladıq. Toyuqlarımız belə qızardı, qəşəng. Çox dadlıdır, yağsız. Yəni bir xörək qaşığı ilə belə pişirdim. İndi davamını baxaq, görək kartuşkalarımız necə pişib. Baxaq görək. Aha. Necə qızarıb qəşəng. Biraz da çevireyim. 5 dəqiqədə qızarım və kartuşkamız hazır olacaq. Budur, kartuşka ilə toyuğumuz hazırdır. Air free-də, yəni çox vaxt aparmadı, qazımız batmadı. Rahat yeyirik.